Bu gün Münəfəol şəhərindəyik. Şəhid Məhkəm Qəhrəmanov Mübarizovun il dönümü 5-ci ildir. Gəlmişik ana tanıyanlar, özümüzə bir boş bir belə qəhrəmanın, belə izimizi yad etmək bizim üçün böyük bir qürurdur. Məhkəmin timsalında bütün şəhidlərimiz Allah rəhmət etsin, ruhları şad olsun, yerləri beşli olsun. Büyük ananın yanına gəlir, özümə bir boş verdi. Ona görə ki, büyük ana üçün ağır işçidir. O ocaqdan keçən ağır bir işçidir. Allah sizə səbir versin, Allah sizə dəyməsin. Allah o balalara qoysun ki, yaşayın ki, balalarınız yaşasın. Allah razı olsun, Allah köməyin olsun, Allah o gözəl nur üzü qardaşın yerin cənnət eləsin, məqamı olsun. Allah bütün şəhidlərin məqamı olsun, hamısının yeri cənnət olsun. Hamısına özüm qurban, məkanımı xəstə sürüngən anası qurban bütün şəhidlərə. Mən bir söz deyim ki, Məşkanın anası bizim anamızdır. Hər zaman bizim başlanğıcımızdır. Şəhidlərin hamısı da bizim üçün dəyərlidir. Hər biri ana da bizim üçün dəyərli bir anadır. Əlbəttə.